Axşamınız xeyir uşaqlar. İsim, sifət, say, əvəzlik bölməsinə aid olan paylaşdığım sınağın izahını dinləyək. Birinci testlə başlayaq. İsimlərdən ibarət məntiqi ardıcıllığı tamamlaya bilməz. İsimlərimizə baxaq, hansılardır? Sürü, dəstə, qoşun, deməli bunların hamısı toplu isimlərdir. Variantlarda isə taqım, cəmaət, əhali, alay sözləri toplu isimlər olduğuna görə cavab D variantı olacaqdır ki, fərqlənən sözdür, yəni toplu isim deyil. İkinci, hansı ismi həm konkret, həm mücərrəd isim kimi düşünmək olar? Ay, gün, atalıq, analıq, saat kimi sözləri həm konkret, həm mücərrəd kimi işlənə bilən isimlərdir. Cavab B-dir. 3-də hara sualına cavab verən ismi müəyyən edək. İsmidir. O baxımdan B yuxarı, sağa, C variantına çıxdıq. Çünki onlar zərfdir. E variantı dakidəki şəkilçisi ilə düzələn sifətdir və yadımızda saxlayaq ki, dakidəki şəkilçisi ilə düzələn sözlər ancaq hansı sualına cavab verir? Dərzi də kim sualına cavab verdiyinə görə qaldı A variantı. 4-də məktəbli sözü ismin hansı halında nə sualına cavab verər? İnsan anlayışı bildirən sözlər, yəni ayrılıqda kim sualına cavab verə bilən sözlər, nə zaman nə sualına cavab verə bilər? Qeyri-müəyyən yəlik və qeyri-müəyyən təsirlik hallarda olarsa cavab C variantıdır. 5-də fərqləndirilmiş söz hansı cümlədə amonimdir? Qala uçub dağılmışdı. Burada tikilidən söhbət gedir. Kaş bizdə qala, qal feilin kökü A arzu şəklinin şəkilçisidir. Başlanğıc formaları fərqlidir, yəni homoformdur. A getdi. B variantı qızıl üzük, qızıl payız. Qızıl üzük həm həqiqi, həm məcazi. Qızıl sözü həm həqiqi, həm məcazi mənada işlənibdir. Buna da belə deyək də leksik mənası da fərqli olmadığına görə çox mənalı söz deyirik. C variantı çalış özünə hörmət qazan. Burada qazanmaq sözüdür. Özgəyə quyu qazan. Burada qaz sözüdür. Yəni yeri qaz. Anda feili sifət şəkilçisidir. Bu sözün də başlanğıc forması fərqlidir. Homoformdur. C variantı da getdi. Fəsillərin ən gözəli məncə yazdır. Yəni fəsil yazdan söhbət gedir. D xəbərli şəkilçisidir. Tapşırığı evdə yazın, yaz feilidir. Deyilişi, yazılışı eyni, leksik mənası müxtəlif olan sözdür. Bu da amonimdir. İsmin xüsusiyyətlərini daşıyan sifət hansı cümlədədir? Deməli, isim xüsusiyyətləri deyəndə, ismi xüsusiyyətləri deyəndə, yəni onun hansı kateqoriyaları var deyəndə nə deyirik? Hal, cəm, mənsubiyyət, xəbərlik və gəlin görək burada testdə hansı sifətdir ki, ismin xüsusiyyətini daşıyıb. Almaların ən qırmızısı məndə idi. Elə cavabımız A variantıdır. Deməli, S qırmızı sifətinə artırılıb. Bu da mənsubiyyət şəkilçisidir. Almaların yerlik halda olduğuna görə də dedik ki, buradakı S avtomatik nədir? Mənsubiyyət şəkilçisidir. Qırmızı sözdə zaten sifəti cavab adı. Evdəki adamlar, hansı adamlar sifət öz sualına cavab verir? İsimləşməyibdir. Nazim yarışdan qızıl medalla qayıtmışdı. Qızıl, gümüş, alüminium, bürünc və s. kimi, yəni material və metallar olan sözlər deyirik ki, özündən sonra gələn başqa bir ismi izah edib təyin vəzifəsində çıxış edir. Yəni adlı halda olan bu sözlər sifətin xüsusiyyətində qəbul edib sifətləşə bilir. Bunu da çıxsaq, gələnlərin hamısı qohumlarımız idi. Gələnlər feili sifəti idi. Birincilər də ismin xüsusiyyətini daşısa da sifət deyil, saydı. İsimlərdən 7-ci testə baxırıq. İsimlərdən biri mənsubiyyət şəkilsi qəbul etmişdir. Mənsubiyyətə görə dəyişən sözlərdən əvvəl adətən mənim, sənin, onun, bizim, sizin, onların yerlik halında olan şəxs əvəzlikləri və yaxud da isim gəlməlidir. Deməli, burada bizdən isim soruşursa B, E variantını çıxaq. Çünki bu sözlər feildir. C variantında çıxırıq. Niyə? Çünki şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişməz. Mən mühəndisəm.
Bu da mənim mühəndisəm deyə bilmirik. Şəxsə görə dəyişibdir. Qaldı D variantı mənim naləm. 8. Hansı cümlədə altından xətt çəkilmiş söz nə sualına cavab versə də fərqli cümlə üzvüdür? Baxaq. A variantı kitab bilik mənbəyidir. Nə bilik mənbəyidir? Mübtədə vəzifəsində çıxış edib. B variantı mən yeni maşın aldım. Nə aldım? Maşın aldım. Nə sualına cavab versə də maşını aldım. Tamamlıq vəzifəsində çıxış edibdir. Yəni birinci mübtədə oldu A variantında. Bu tamamlıqdır. Görək digərləri hansı cümlə üzvü yerində iştirak edəcək. Neft bizim sərvətimizdir. Nə bizim sərvətimizdir? Nə sualına cavab verir? Mübtədədir. Günəş ətrafı nura boyadı D variantında. Nə? Ətrafı günə boyadı günəş. Nə sualına cavab verir? Mübtədə vəzifəsindədir. Yazdıqlarım onun xoşuna gəldi. Nə onun xoşuna gəldi? Yazdıqlarım. Bu da nə sualına cavab verir? Mübtədə vəzifəsindədir. Cavabımız oldu B variantı. Çünki bu təsirlik halda olan sözdür. Qeyri-müəyyən təsirlik halda. O da tamamlıq vəzifəsində çıxış edib. Hamısı mübtədədir. 9. Hansı sözdə çıxışlı xal şəkilçisi yazılışından fərqli tələffüz olunur? Çıxışlı xal şəkilçisi n və m ilə bitən sözlərə artırılanda nan, nən kimi tələffüz olunur. Baxaq, sinifdən necə yazılır, o cür qalır. Ömürdən necə yazılır, o cür qalır. Poladdan sözünün yazılışı ilə deyiliş arasında fərq var. Ancaq bu polad sözünün tərkibindəki d samitini ilə bağlıdır. B variantına çıxdıq. Qazdan necə yazılır, o cür qalır. Qaldı C variantı. Cisimdən, dən şəkilçisindən əvvəl m gəlibdir. Deməli, tələffüzdə nə olacaq? Cisimdən. Keçdik digər testimizə. Bağışlayın. Aha. Məktəbli sözü ismin hansı halında nə sualına cavab verəcək? İki test bundan əvvəl də dedik. Biz dedik ki, insan anlayışı bildirən söz nə zaman, nə sualına cavab verər? Qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik hallarda. Deməli, burada da C variantı oldu. Adlı xalda nə sualı var deyə bilərsiniz ki, bəs müəllim, adlı xalda da nə sualı var? Ancaq kim sualı da var? Axı, əgər bu söz insan anlayışı bildirirsə, niyə biz ona kim deyil, nə sualını verək? Avtomatik C variantı olacaq. Deməli, 9-cu testdə hansı cümlədə liman sözü yuva, ocaq, ailə mənasını verir? Baxaq, limanda çoxlu gəmi dayanmışdı, gəmilərin yanaldığı yerdir. B variantı indi sığınacaq liman axtarır. Gəlin görək, indi sığınacaq ailə, yuva, ocaq axtarır. Uyğun gəlirmi? Bəli, uyğun gəlir. B variantı da digərlərinə də baxaq. Hər gün bu limandan tonlarla yük yola salınır. Yenə gəmilərin yanaldığı yerdir. Bayıldakı liman müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Gəmi limanına söhbət gedir. Gəminin hansı limana yaxınlaşacağını bilmirdik. Eyni mənanı verən sözlərdir. 10-cu testimizdən davam edirik. Hansı mürəkkəb sözün yazılışı düzgündür? Al-ver müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə yarananlar bitişik yazılmalıdır. Ona görə A, B variantını çıxdıq. Böyürtkən sadə sözdür. Qədd-qamət, qədd-qamət olmalıdır. İni çıxdıq. Bu da getdi. Qaldı ala-bəzək. 11-də say işlənmiş cümləni seçək. A variantında neçənci var deyə bilərsiniz ki, müəllim. Neçənci saydı mı? Xeyr, sual əvəzliyidir. A getdi. B variantı çox çalışmaq. Feildən əvvəl gələn çox sözü burada zərf məqamındadır. Zərfdir. Zərf məqamında yox, zərfdir. C variantı Azər bizdən bir qədər irəlidə idi. Burada irəlidə zərfin deməli kəmiyyətini bildirir. Dərəcəsini bildirir. C variantını çıxdıq. Xörək çox isti olduğundan buradakı çox da belə deyək də isti olduğundan etmək, olmaq, qılmaq sözləri mürəkkəb feil yaradır. Burada da çox hərəkətin miqdarını bildirir. Çıxdıq bunu da, yəni feili sifətdən əvvəl gəlir, fərqi yoxdur. Zərf istər təsriflənən, istər təsriflənməyən feilə aiddir. Bu da zərfdir. Qaldı E variantı. Rüstəm zalın ən axırıncı sırasında oturmuşdu. Burada axırıncı sözü say məzmunlu sözdür. Digər nitq hissəsindən
yaranan say məzmunlu sözdür. Cavab E-dir. 12. Hansı cümlədə ismi xüsusiyyətlərini daşıyan say işlənmişdir, yəni isimləşmiş say. Azlıq çoxluğa tabidir. Biz deyirik ki, lıq şəkilçisi başqa nitq hissələrinə artırılanda, məsəl üçün, əsasən saya, sifətə, əvəzliyə artırılanda əsasən deyirik, həmişə demirik. İsim yaradır, çıxdıq. B variantı, məktəbin birincisi təmirə ehtiyacı var. Burada birincisi köməkçi nitq hissəsidir. B variantını da çıxdıq. Sıra ardıcıllıq bildirən köməkçi nitq hissəsidir, yəni modal söz. C variantında çoxu bundan xəbərsiz idi. Bəli, buradakı C variantıdır. Yəni uşaqların çoxu, insanların çoxu mənsubiyyət şəkilsi qəbul etmiş saydır. Deməli, D variantında biri qeyri-müəyyən əvəzlikdir. E variantında bir neçə adamla bunu həll etmək mümkündür. Nə qədər adamla? E variantında da öz sualına cavab verir, olmadı. Deməli, cavab C variantı. Eyni sözün təkrarı ilə yaranmış mürəkkəb sifəti seçin. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifət defislə yazılır və özündən sonra gələn isimlər cəm şəkilsi qəbul edir. Deməli, defislə yazılan sözlərə baxaq. A, B və D variantlarıdır. Digərlərini çıxaq. E variantı, B variantını bağışlayın. C variantını çıxırıq. B variantına baxaq, D variantına baxaq və A variantına baxaq. D variantından başlayaq. Havalar tez-tez dəyişirdi. Bu hərəkətin tərzini bildirir. Zərfdir. Çıxdıq. B variantında o dostuna yaxşı-yaxşı baxdı. Bu da hərəkətin tərzini bildirir. B variantında çıxdıq. Qaldı A variantı. Deməli, xırda çiçəklər, xırda çiçək isminə aid olduğuna görə buna biz nə deyirik? Sifət deyirik. Yəni, eyni sözün təkrarı ilə yaranmış və çiçək ismi də cəm şəkilsi qəbul edib. 14. Hansı cümlədə işarə əvəzliyinə sonra vergül qoyulmalı idi? İşarə əvəzliyi deyir bizə. O bizi evə dəvət etdi. Kim? O. Burada şəxs əvəzliyidir, çıxdıq. Bu kitabı hardan almışsan? İşarə əvəzliyidir. Ancaq hansı kitabı? Burada sifətə əvəz etdiyinə görə vergül qoyulmaz. B-ni çıxdıq. Elələri əlbəttə ki, cəzasız qalmamalıdır. Burada elələri işarə əvəzliyidir. Ancaq vergül sırf işarə əvəzliyinə görə deyil də, burada modal sözünə görə vergül qoyulur və hər iki tərəfdən vergül qoyulur. Cavab C-dir. O, səhər tezdən evdən çıxdı. D. Kim sualına cavab verəndə o əvəzliyi şəxs əvəzliyi sayılır. Bu da işarə əvəzliyi deyil. Bu ki, atamın son şəklidir. Burada ki, köməkçi nitq hissəsi gəlib işarə əvəzliyi də olsa yenə vergül qoyulmur. Hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil? O bizi yerə qoydu. Kim qoydu? O. Yəni, biz ucu iti iynə, pinəçilərin istifadə etdiyi əşyadır. Burada qoyular. A, getdi. O, deyəsən, bizimlə razı deyil. Modal sözə görə B-də də qoyulacaq. O, kitab mağazasından kitab aldı. Kim? O. Vergül qoyulacaq. O, bu iş haqqında çox fikirləşdi. Özündən sonra əvəzlik gəldiyinə görə burada vergül qoyulmayacaq. D variantıdır. O, 3-cü bölüyün komandiridir. Burada da qoyulacaq. Çünki say gəlibdir. Kim sualına da cavab verir. 16. Əvəzliyin məna növləri haqqında səhv fikri müəyyən edək. Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edir. Düzdür, getdi. Şəxs əvəzlikləri yalnız insan anlayışı bildirən isimlər əvəz edir. Yanlışdır. Təkcə insan anlayışı deyil, həm canlıya, həm cansız anlayışları ifadə edən sözləri bildirər. Deməli, məsəl üçün, o mənimdir, yəni kitab mənimdir. Onları çantama qoydum, yəni qələmləri çantama qoydum. Yəni, əşyadan söhbət gedir. Cavab elə B variantıdır. Təyinə əvəzliklər əşyanı ümumi şəkildə təyin edir, düzdür. Qeyri-müəyyən əvəzliklər qeyri-müəyyən varlığı ifadə edir, düzdür. O işarə əvəzliyinə sonra vergül qoyulmaz, düzdür. Cavabımız B variantı idi. 17. Əvəzlik işlənməmiş. Cümləni seçək. Dostları belə Eldarı tanıya bilmədilər. Elə A variantı olar, digərlərinə baxaq.
Belə oxusan, feildən əvvəl gəlib zərf əvəz edib var. Firuzə həmin gün dərsə getməmişdi. Həmin işarə əvəzlikdi var. Biri uşaqları təqib etdi, qeyri-müəyyən əvəzlikdi var. Tələbələr bütün meşəni gəzdilər, təyin əvəzlikdi var. Hansı 18-ci testdə baxaq, hansı cümlədə əvəzliyin 3 fərqli növü işlənmişdi, 3 fərqli. Biz şəxs əvəzliyi, həmin işarə əvəzliyi, gün bütün qohumlarımızı görə bildik. Burada təyin əvəzlikdir. Elə A variantıdır uşaqlar. Digərlərinə də baxaq. Deməli, çox gözəl yazdım. Böyük hərflə yazım. Sən dünən onu gördünmü? Sən onu, ikisi də şəxs əvəzliyidə çıxdıq. Biz hər küçədə onun şəklini gördük. Biz onun şəxs əvəzliyidə, hər də təyin əvəzliyidə 2 növü var. D variant, dünən hamı bizdən Eldarı soruşdu. Hamı qeyri-müəyyəndir, bizdən şəxs əvəzliyidə 2 növüdür. Çıxdıq biz nə vaxtda sual əvəzliyi, belə, işarə əvəzliyi, özümüzə təyin əvəzliyi. Burada da 4 növü var. Bizdən 3 növünü istəyirdi, elə cavab A-dır. 19. Yalnız biri say kimi işlənə bilər. Eyni rəqəmin təkrarı zərfdir. Bir sayından birgə zərfi düzəlir. Zərfdir. Onluq sözü, deməli, onluq taxta, onluq deməli, deyəndə pul deyəndə burada artıq nə dedik? Say kimi işləndiyini görmədik. Necə, nə cür, hansı taxta sifət ola bilər? Birlik isim kimi də işlənir. İsim olur. Deməli, getdi, qaldı, azacıq say kimi işlənir. 20-ci testdə belə iş bizə gözlədiyimizdən az qazandırdı deyəndə nə deyirik? Burada cümləsində əsas nitq hissəsindən hansı işlənməmişdir? Qazandırdı feildir. Çıxdıq D variantı. Gözlədiyimizdən də feili sifətdir. Az qazandırdı, hərəkətin miqdarını bildirir. Zərfdir, çıxdıq. Bizə əvəzlikdir, şəxs əvəzlikdir, çıxdıq. İşdə isimdir, belə də əvəzlikdir. Qaldı E variantı say. Təkəllümə gəlib vəfalı dilbər, soruşub, bəs niçin filanı görməmiş? Nümunədə altından xətt çəkilmiş söz nədir? Filan, hər, öz, bütün, filan, eyni cümlə, əvəzliyin hansı məna növüdür? Təyin əvəzlik B variantıdır. 22. Bir sözü hansı cümlədə say kimi işlənib? Hər gah bir ona inanırdıq. Bir tək ona, təkcə ona sözü ilə əvəz olunursa ədatdır. Birdən alı kişi tüfəngini əlinə aldı. Burada birdən düzəltmə zərfdir. B çıxdıq. Bu işi görmək üçün bircə fəhlə lazımdır. Burada gəlin görək bir sözünü 2, 3 sayı ilə əvəz edə bilərikmi? 2cə fəhlə lazım idi, 3cə fəhlə lazım idi deyəndə, bəli, əvəz edə bilirik. Deməli, buradakı bir ca ədatı ilə işlənmiş saydı. Deməli, ca ədatı ilə işlənmiş saydı. Cavab C variantıdır. Bir dəfə, onunla kitabxanada bu bir dəfə zərfdir. Bir gün, bu da digər zərfdir. Çıxdıq. Zərfi əvəz edən əvəzlik hansı cümlədə mövcud deyil. Baxaq, mən belə deməmişdim. Feildən əvvəl gəlib zərf əvəz edib. Ana, atam nə vaxt qayıdacaq? Zaman zərfinin sualıdır. Zərf əvəz edib. Elə yaz ki, feildən əvvəl gəlib elə zərfə əvəz edib. Qardaşın necə oxuyur? Məsəl üçün, qardaşım yaxşı oxuyur. Yaxşı sözü feildən əvvəl gələndə zərf olur və necə onun sualı olur. D variantı da getdi. Bunu kimdən almışsam, bunu işarə əvəzliyidir, ismi xüsusiyyətini qəbul edib. Kimdən də ismin sualıdır, ismi əvəz edib, E variantıdır. Testimiz bu qədər. Sağ olun, gecəniz xeyrə.